xeyir olsun değerli Sibsi Sport izleyicileri. Bura Palm Sports Arena'da ve Misri Premier Ligasında 10. turun heyecanı devam eləyir. Neftçi öz meydanında Kəpəzlə qarşılaşacaq. Təbii ki artıq bu tur maraqlı oyunlarla yadda qalıb. Dünən tura start verildimişli və Qarabağ komandalarının oyunu ilə ev sahibi bir neçə gün qalmış dəyişdi. Qarabağ artıq burada ev sahibinə çevrildi və Azərbaycan Arena demişdi 2-0 məğlub etdi. Bir qədər öncə başa çatan Karvan Yevlax Zirə oyununda isə maraqlı hadisələr kifayət qədər çox idi. Karvan 2 dəfə hesabda önə keçsə də bu üstünlüyünü qoruyub saxlaya bilmədi. Zirə qalib gəldi və turnir cədvəlində olan hazırki durumu da gördük. Əslində bu duruma baxanda onun şahidi oluruq ki, həm Neftçi, həm Kəpəz bu görüşdə var qüvvəsini ortaya qoyaraq qalib gəlmək istəyəcək. Hər iki komandaya uğurlar arzulayırıq. Oyunu Sinçi Mustafa Kemal şərh edəcək. Top Kəpəz futbolçularında Vitor D götürmə. Luis Paçu D qalmışdı. Yenidən Emin Mahmudov ondan ötürmə. Qapı qarşısına başla zərbə Meteo oyunu kəsildi. Elvin Bədəlov həmlə davam eləyir. Son nöqtəni Vargas qoymaq istədi. Yenə də hakim etirazlar və dərhal Rəvan Həmzadə oyunu saxlayır. Tələsməməyi bildirir Kasper Rosa'ya. Jordan Reza Bala dəqiq oynadı. Emin Mahmudov ondan ötürmə. Qapı önünə. Vensan Abbakar Raf oyunu kəsdi. Həmlə davam eləyir. Vargas'ın zərbəsi dəqiq deyil. Abubakar bloklandı. Üçüncü cəhd top qapının üstünə meydanı tərk eləyir. Meteo son nöqtəni qoya bilərdi oyunun 10-cu dəqiqəsində. Vargas sürətləndi. Freddy Vargas. Vargas topu daşıyır. Vargas indi. Bəs indi. Və getdi Rəvan Həmzadə var monitoruna. Bəli, özü baxacaq epizodlara. Son qərarı verən şəxs odur. Onun da qərarı penaltidir. 11 metrlik cərmə zərbəsi. Cərmə zərbəsini Emin yerinə yetirəcək Rosa'ya qarşı. Emin yaxınlaşır. Emin onun zərbəsi və top qapıdan keçir 1-0. Emin Mahmudov yığdı komanda yoldaşlarının ətrafına, vurduğu qolu sakit şəkildə bayram eləyir. Neftçi hesabda önünə keçən tərəfdə oyunun 19-cu dəqiqəsində Kəpəzi meydana mərkəzinə dəvət eləyir. Emin Mahmudov. Çox asta şəkildə yaxınlaşdı, asta və usta şəkildə. Pauzanı verdi və qapısı digər tərəfə, topu isə digər tərəfə göndərdi Emin Mahmudov. Bu Emin Mahmudov klasıdır, Emin Mahmudov fərqidir. Görək, Kəpəzin cavabı necə olacaq? Emin Mahmudov ötürmə ondan, qapı önünə, Paçu qarşılayır. Həmlə davam edəcək, Meteo, Abubakar, 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 2-0. Vensan Abubakar hesabı 2-0 eləyir və çox əmin şəkildə bu təmiz qoldu deyir. Offside yoxdur deyir Vensan Abubakar. Neftçinin üstünlüyü bir qədər də artır oyunda. Təbii ki epizod vurulan qolu yoxlanılacaq. Hər hansı bir şübhəli məqam varsa bununla bağlı baş hakimə vardan məlumat veriləcək. Qol sevincindən daha çox qolu qayda pozuntusu etmədən vurduğunu sübut eləməyə çalışır Kəpəz futbolçularına. Burada offside yoxdur. Ardınca isə bax bu epizodda Rauf Hüseyniyə qarşı qaydanın pozulub pozulmadığı müzakirə mövzusu ola bilər. Baxırıq. Rauf Hüseyni ilə mübarizədə idi. Rauf Hüseyni də topa ilk olaraq toxunmaq istəyirdi. Abubakar da Rosa yaxşı oynadı. Birə-bir mübarizədə topu çıxartdı qapısından, amma ardınca Abubakar topu Kəpəzin qapısından keçirdi. Öz ev oyunlarını Gəncə şəhər stadionunda keçirəcək. Abubakar başla zərbə. Top qapının üstündə meydanı tərk eləyir. Vitor. Emin Mahmudov topu qazandı komandası üçün. İmad Fərəc yenidən Emin. Daban ötürməsi dəqiqdir. Hamı bıraxdı. Abubakar son nöqtə. Ondan gəlmədi. Korner Neftçinin. Əli oynadı burada. Abubakarın bax bu mənada onlara böyük yardımının olduğunu qeyd etdilər. İlk hissəni final fiti Rəvan Həmzadə komandaları paltar dəyişmə otağına yollayır.
İkinci yarı başlayır. Hər iki komandaya uğurlar. Referiden Emin Mahmudov birbaşa zərbə, top qapıdan aralı keçir. Fərid ötürməsi, qapı önünə, başlı zərbə, gol! Amma bayraq qalxıb, elə ki Kəbəz futbolçuları qolu qeyd edə bilmirlər, lakin var. Əloxud orada Fəridin ötürməsini verdi, Aşqayala çıxdı vəziyyətdən. Başla topu qapıya yolladı, amma Rəvan Həmzadədə gözləyənlər arasında da maçın başı hakimi bəli. Afsad. Vargas əla şəkildə aldatdı oyunu, yeni daxil olan Ali Səmədovu. Fredi Vargas ötürməz, sol cinaha İmad Fərəc. Önündə Rauf Hüseyni, Fərəc sağına çəkdi. Fərəc davam edir, top hərəkəti İmad Fərəc. Top Kasper Rosada qalır. İşarə gəldi. Fəriddən ötürmə, qapı qarşısına, burada Piric. Topundu, Vargas topu meydanında saxlayıb. Real təhlükələr çox az izləyir Neftçinin qapısı önündə. İmad Fərəc. Fərəcdən qapı önünə, Sambu yüksəldi, zərbə indirdi, amma top Rosada qalır. Mövqe mübarizəsi var Neftçidə. Sambu! 3-0! Basala Sambu! 74-cü dəqiqədə fərqlənməyi bacarır. Sambu 3-0. Təbii artıq Sambu üçün vurulan hər bir qolun dəyəri daha çoxdur. Sala Sambu. Üçüncü dəfə bu görüşdə Kəpəzi meydanı mərkəzinə dəvət etdi. İtirazlar var idi yerdə qalan Kəpəz futbolçusuna görə. Jefferson Bento'dan söhbət gedir və biz əbəs yerə az öncə Verdaşkanın Bento'nun dəyişilməsini istəməyini də görmədik. Daha doğrusu gördük çünki əbəs yerə deyildi həmin kadrlar. Bento fikir verdisi artıq burada da çatdıra bilmədi. Ötürmə qapı önünə. Zərbə indirən tapılacaq mı? Rauf Hüseyni başlı zərbə, Sadiq Şəfiyev. Hakim mərkəzi göstərir, hesab 3-1 olur. Burada ilk olaraq Sadiq Şəfiyevin ofsaytda olub-olmaması müzakirə mövzusu ola bilər. Emil Səfərovun oynadı. Emil Səfərov, Basala Sambu. Sambu top qapıdan keçir, amma burada ofsaytdaydı Sambu. Yaxədə kimi bayrağı qaldırsa da Rəvan Həmzadə sona qədər hücum bitməsini gözlədi. Ən doğru olanını etdi oyunun baş hakimi. Çünki burada Rauf Hüseyni məhz özü ofsaydı poza bilər. Ehtimal bundan yanadır. Amma məhz Rauf'un etirazları buna görə idi. Qol qeydə alınır. 4-1. Neftçinin üstünlüyü 3 şokla ifadə olunur və burada vardan gələn görüntüyə baxırıq və Rəvan Həmzadə də Kəpəzin kapitanına indi. Olan durumu izah eləyir. Basalo Sambu özünün ikinci komandasının 4-cü qolunu burada. Neftçinin üstünlüyü arttı bir qədər də. Kəpəz futbolçuları isə sakitləşdirmək mümkün deyil bu dəqiqələrdə. Vargas, Fredi Vargas, Vargas, gol! 5-1. 5-ci topda Kəpəzin qapısından keçir. Fredi Vargas topu daşında heç kim ötürmə eləmədi. Özüm bitirəcəm bu işi dedi və sözünü tutdu. 5-1. Bu Neftçidə olan irəliləyiş göz önündədir. Yəqin ki siz də razılaşarsınız. Tamam fərqli üslub. Yeni futbolçuların komandaya uyğunlaşması və etiraf edək ki, Vincent Abbaqar kimi ulduzun gəlişi də yerinə düşdü. Və bəlkə də son illərdə
son mövsümlərdə biz bu qədər böyük həyəcanla Neftçi Qarabağ oyunu gözləməmişdik, amma bu dəfəki oyun daha prinsipial, daha maraqlı olacağına əminik və həmin qarşılaşmada növbəti həftə ilə Sibirsi Sportun canlı yayımında olacaq. Igor Ribeiro qarşılayır. Nəbiyev ötürməsi qapı önünə, başla zərbə, Çalın Piriç yerindədir. Və artırılan 4 dəqiqədə yekunlaşdı. Və bu da Rəvan Həmzadənin final fiti. Neftçi öz meydanında Misir Premyer Liqasının 10-cu turunda Kəpəzi məğlub eləyir. Özdə 5-1 hesabı ilə